Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugünkü mövzumuz Türk Dünyası Birliyi haqqında olacaq. Gəlin vaxt itirmədən keçək mövzumuzun izahına. Bildiyimiz kimi Türk xalqlarının məskunlaşdığı ərazilərin böyük məsafədə qərbdən şərqə doğru uzanması onların təbii şəraitinin müxtəlifliyinə səbəb olmuşdur. Türk xalqları Avrasiyada təqribən 12 milyon kilometr kvadrat ərazidə yayılmışdır. Və yer kürəsində yaşayan ümumi türk xalqlarının sayı 250 milyon nəfərdən çoxdur. Türk xalqları tarixə müəyyən ərazi daxilində oturaq həyat tərzi keçirməyə deyil, daha çox hərəkətdə olmağa, yeni dövlətlər qurmağa və ərazilərini genişləndirməyə meyilli olmuşlar. Xəritədən gördüyümüz müstəqil türk dövlətləri idarə etmə hüququna malik olan türk qurumları və yerli türk xalqlarının yayıldığı ərazilər göstərilib. Bunların hər birinin haqqında ayrıca növbəti slaydlarımızda danışacağam. Və Türk birliyində təmsil olunan müstəqil dövlətlər Qazaxıstan, paytaxtı Astana, Türkiyə, paytaxtı Ankara, Azərbaycan, paytaxtı Bakı, Qırğızistan, paytaxtı Bişkek, Özbəkistan, paytaxtı Daşkənd, Türkmənistan, paytaxtı Aşqabad. Bu dövlətlər müstəqil türk dövlətləri hesab edilir. Və türk dövlət qurumları hazırda Rusiya ərazisində olan türk dövlət qurumlarının ərazilərini müşahidə edirsiniz. Bunların haqqında da məlumat verəcəm. Birinci rəqəmlə qeyd olunan ərazi uyğun gəlir Tıva Respublikasına, paytaxtı Qızıl. İki uyğun gəlir Altay Respublikasına. Bunları yadda saxlayın, çünki imtahanlarda bu cür suallar düşə bilər. İkinci Altay Respublikasıdır, paytaxtı Qorno Altay. Üçüncü isə Xakasiya, Abakan paytaxtı. Dördüncü Saxa Yakutiya, paytaxtı Yakutsk şəhəri. Beşinci Başqırğızstan, Volqaboy regionu, paytaxtı Ufa. 6 Tataristan, paytaxtı Kazan. 7 Çuvaş, paytaxtı Çeboksarı. Və Şimali Qafqazda isə 8 Qaraçay-Çərkəz, paytaxtı Çerkesk, 9 Kabardin-Balkar, paytaxtı Nalçik şəhərləri. Bunlar da türk dövlət qurumları hesab edilir. Və bir də dövlət qurumuna malik olmayan türklər var, hansı ki Altay dağlarının ətəklərində yaşayan şorlar, Moldovada qaqavuzlar, Şimali Qafqaz və Xəzər ətrafında Noqaylar, Şimali Qafqazda Qumuqlar. Krasnoyarskda Kama çayı vadisində Kamasinlər, Irkutsk vilayətində Tofallar, Litvada Karaimlər, Ukraynada Krım tatarları dövlət qurumuna malik olmayan türklər hesab edilir. Əhalisinin sayına görə ilk sırada Türkiyədir. Ən son statistikalarda təxminən 86 milyona yaxın əhali qeyd olunur və müstəqil türk dövlətlərindən əhalisi ən az olan isə Türkmənistandır. Sahəsinin böyüklüyünə görə isə müstəqil türk dövlətlərinin içində sahəsi ən böyük olan Qazaxıstan, ən kiçik olan Azərbaycandır. Və əgər türk qurumlarını da nəzərə alsaq, sahəsi ən böyük olan Saxa Yakutiya olacaq. Şəhərləşmə, urbanizasiya səviyyəsinə görə ən çox Türkiyədə urbanizasiya 70%, müstəqil türk dövlətlərindən ən azı isə Qırğızistanda 38% urbanizasiya qeydə alınmışdır. Əhalinin sıxlığı ən az olanı isə türk dövlət qurumlarında nəzərə alsaq, Saxa Yakutiya olacaq. Əsas relyef vahidləri türk dövlətlərinin ərazisində olan Tian-Şan dağlarını misal çəkirik, Pont, Tavr, Kopet-Dağ, Böyük Qafqaz, Qaraqorum, Altay, Sayan dağlarını, Anadolu, Üstürk, Orta Sibir yaylalarını, Şərqi Avropa, Turan və Küraraz ovalıqlarını, düzənliklərini biz misal çəkə bilərik. Türk dövlətlərinin içində ən çökək yer, əgər dövlət qurumlarında nəzərə alsaq, Turfan çökəkliyi olacaq 154 metr dərinliyində. Bu yerləşir Çin ərazisində olan Sintizyan Uyğur Muxtar vilayətində. Müstəqil türk dövlətlərinin içində isə Karaciye 132 metr dərinliyində Qazaxıstan ərazisində yerləşir. Və yenə ən uca zirvədə dövlət qurumlarını nəzərə alsaq, yenə Sintizyan Uyğurda Çoqori və həmçinin dünyanın ikinci ən yüksək zirvəsidir, K2 də deyilir, Qaraqorum dağlarındadır və 8611 metr hündürlüyü var.
Müstəqil türk dövlətlərinin içində isə Qırğızıstanda, bildiyimiz kimi Qırğızıstan daha çox dağlıq ölkədir. Tian-Şan dağlarında Qələbə piki 7439 metr hündürlüyündə. Türk dövlətləri əsasən böyük hissəsi mülayim iqlim qurşağında, subtropik, subarktik və hətta arktik iqlim qurşaqlarında da şimalda Saxaya düşür, yerləşir. Türk dövlətlərinin ərazisində Təşləməkan, Qaraqum, Qızılqum kimi səhralar mövcuddur. Və türk xalqlarının dini mənsubiyyəti. Deməli, bu çox vaxt abituriyentlərin qarışdırdığı məsələlərdən biridir. Biz bildiyimiz kimi türk xalqları min illər ərzində Avrasiyada, Asiyada yayılmış, ətraf əraziləri kəşf etmiş və yeni dinlər meydana çıxdıqca türk xalqlarının, müxtəlif türk xalqları da bu dinlərin təsirinə məruz qalmışdır. Türk xalqlarının böyük hissəsi İslam dininə inanır. Azərbaycanlılar, Tatarlar, Türklər, Özbəklər, Qazaxlar, Türkmənlər, digər dinlərə isə, məsəl üçün, Tuvalılar Buddizmə, Xakaslar və Altaylılar Şamanizmə, Qaqavuzlar və Çuvaşlar Xristiyan dininə, Karaimlər və Krımçaklar isə İudaizm dininə inanırlar. Keçək türk xalqlarının, türk dövlətlərinin əsas təbii sərvətlərinə. Neft və təbii qaz ehtiyatları ilə zəngindir türk dövlətləri. Qazaxıstan ərazisində olan əsas neft yataqlarına biz Tengiz, Mangistau, Kaşağan, Özbəkistanda Fərqanə, Surxandarya, Buxara, Türkmənistanda Türkmənbaşı, Çənəkən, Azərbaycanda Abşeron və Xəzərin şelfində Azərçıraq Günəşli, Tataristanda Volqaboy, Yeni Elxon, Bavlin və Başqırtistanda Tuymazı, Agedel və Işınbay yataqlarını biz qeyd edə bilərik. Bunları özünüz qeyd edin mütləq dəftərinizə və yaxud şəklini çəkin ki, yadınızda qalsın. Təbii qaz yataqları isə Türkmənistan ərazisində Çələkən, Marı, Buxara, Xivə, Özbəkistanda Qazlı, Mübarək, Ortabulaq, Qazaxıstanda Uzen, Mangistau, Azərbaycanda Xəzərdə Şahdəniz yataqlarını biz misal çəkə bilərik və Xəzər dənizindən hasil edilən təbii qaz ehtiyatları ən çox məhz Azərbaycanın payına düşür. Daş kömür ehtiyatları da türk dövlətlərində daha çox yayılmışdır. Qazaxıstanda daş kömür yataqları daha çoxdur digər türk dövlətlərinə nisbətdə. Qaraqanda Ekibastos, Türkiyədə Ereqli Zonguldağ, Özbəkistanda Angren Şarqın, Tuvada Ulufem, Sintizyan Uyğurda Bay və Saxada Xakasya, Saxa və Xakasya respublikalarında da daş kömür ehtiyatları zəngindir. Və Azərbaycanda isə biz qeyd edirik daş kömür ehtiyatlarına ümumiyyətlə rast gəlinmir. Bəzi mənbələrdə Böyük Qafqazın cənub yamacında sənaye əhəmiyyəti olmayan çox kiçik qatlı bir daş kömür ehtiyatlarının olduğu qeyd edilir. Digər təbii sərvətlərinə baxaq türk dövlətlərinin. Dəmir filizi Qazaxıstanda Kustanoy, Azərbaycanda Daşkəsəndə, Türkiyədə, Altayda, Xakasiyada, mis ehtiyatları Qazaxıstanda Balxaş, Çezqazqan, Türkiyədə, Özbəkistanda Kalmakır, Sarı, Çek, Almalı, Qırğızıstanda. Alüminium xammalı Qazaxıstanda, Azərbaycanda, Türkiyədə. Biz qeyd edirdik, Azərbaycanda zəylikdə, alünitdağda alünit ehtiyatları çıxırdı və dünyada Çindən sonra ikinci, Avropada isə bu ehtiyatlara görə birinci idi və bu da alüminium xammalıdır. Çünki alüminium biz deyirdik, boksit, alünit və nefelindən hazırlanır. Xromit ehtiyatlarına görə Türkiyə nəinki türk dövlətlərində, həmçinin dünyada fərqlənir, həmçinin Qazaxıstanda da xromit ehtiyatları yayılmışdır. Qızıl ehtiyatları türk dünyasında ən çox Özbəkistanda və dünyada da Özbəkistan qızıl ehtiyatlarına görə 5-ci yerdədir. Muruntau yatağı daha çox fərqlənir. Həmçinin Qazaxıstanda, Azərbaycanda biz Gədəbəydə qeyd edirdik. Saxada, Altayda qızıl ehtiyatları geniş yayılmışdır. Qala ehtiyatları Saxa-Yakutiyada, almaz ehtiyatlarına görə xüsusilə Saxa-Yakutiya fərqlənir. Burada geniş almaz ehtiyatları var. Uran ehtiyatları Özbəkistan, Türkiyə fərqlənir və qılağı burduzu Xəzər dənizindən Türkmənistan hasil edir. Türk dövlətləri içərisində neft və kömür ehtiyatına görə Qazaxıstan, qaz ehtiyatına görə Türkmənistan, qızıl və urana görə Özbəkistan, almaz ehtiyatına görə isə
Saxa, Yakutiya birinci yeri tutacaq. Gəlin indi isə təsərrüfatın ümumi səciyyəsinə diqqət edək. Ümumiyyətlə, təsərrüfatın ümumi tərkibi və inkişafına görə türk dövlət və qurumları bir-birindən fərqlənir. Əksər ölkələrdə ümumdaxili məhsulun əsas hissəsi sənayenin payına düşür. Sənayenin strukturunda energetikaya görə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Başqırtıstan, Tataristan fərqlənir. Metallurgiyada Türkiyə, Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızistan, Başqırtıstan. Bu təbii ki, təbii sərvətlərlə, qara metallarla, əlvan metallarla bağlıdır. Kənd təsərrüfatı maşın qayırmasında xüsusilə Türkiyə, Qazaxıstan, Özbəkistan fərqlənir. Minik avtomobillərində Türkiyə, Özbəkistanda Daewoo, Başqırtıstanda UAZ markalı avtomobillər istehsal edilir. Yük avtomobilləri Tataristanda KAMAZ, Türkiyə və Qazaxıstanda. Təyyarə istehsalı Türkiyə və Özbəkistanda, xüsusilə Özbəkistan Mərkəzi Asiyada daha çox fərqlənir. Həmçinin əkinçilik təsərrüfatı baxımından da türk xalqlarında əkinçilik geniş yayılmışdır. Pambıq ehtiyatları xüsusilə Mərkəzi Asiyada, Özbəkistanda, daha sonra Türkmənistan, Türkiyə, Azərbaycan, Qazaxıstanda. Zeytun ehtiyatları bu subtropik iqlimlə Aral dənizi tipi ilə bağlı olaraq Türkiyə, Azərbaycanda. Bu ərazilərdə həmçinin sitrus bitkiləri. Buğda Qazaxıstan, Türkiyə, Tataristan, Başqırtıstan. Qazaxıstan buğda ehtiyatlarına görə fərqlənir. Hətta Azərbaycanda buğdanı Qazaxıstandan ithal edir. Qarğıdalı və günəbaxan əkinlərində Türkiyə, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Qaraçay-Çərkəz dağlıq ərazilərə malik olduğu üçün çəltik əkinləri Qazaxıstan, Özbəkistanda, şəkər çıxındığı Qazaxıstan, Türkiyə, Azərbaycan və Özbəkistanda, tütün məhsulları isə Türkiyə, Azərbaycan, Sintezyan, Uyğur ərazilərində daha geniş yayılmışdır. Həmçinin biz qeyd edirik ki, türk ölkələri inkişaf etmiş nəqliyyat kompleksinə malikdirlər. Burada nəqliyyatın bütün sahələri inkişaf etmişdir. Dəniz limanlarına biz İstanbul, Samsun, İzmir, Antalya, Bakı, Aktau, Türkmenbaşı limanlarını misal göstərə bilərik. Hava limanlarına görə İstanbul, İzmir, Ankara, Bakı, Daşkənd, Almatı, Astana, Kazan, Urfa hava limanları xüsusilə fərqlənir. Həmçinin boru kəmər nəqliyyatı daha çox neftin hasil olunduğu Tataristan, Mərkəzi Asiya və Azərbaycanda, eyni zamanda transit dövlət kimi Türkiyədə inkişaf etmişdir. Gəlin indi diqqət edək türk dövlətlərinin daxili sularına. Biz qeyd edirik ki, türk dünyasının zəngin çay və göl şəbəkəsi mövcuddur. Lakin çay və göllər ərazi üzrə müxtəlif şəkildə paylanıb. Türk dünyasının çayları əsasən Sakit Okean hövzəsi istisna olmaqla digər bütün okeanlar və daxili axar hövzəyə çıxır. Şimal Buzlu Okeana, Leyna, Yenisey, Irtış, Tobol, Şım, Dəzlə-Fərat Hind Okeanına, Qızılırmaq, Yaşılırmaq, Seyhan, Ceyhan, Türkiyə ərazisindən Atlantik Okeanına və daxili axar hövzəyə isə Xəzər dənizindən tökülən Volqa, Ural, Enba, Kür, Aral dənizinə Amudarya, Sırdarya, Balxaş gölünə İli çaylarını biz fərqləndirə bilərik. Göllər isə Qazaxıstan, Özbəkistan sərhədində Aral gölü fərqlənir. Qazaxıstan, Türkmənistan, Rusiya, İran, Azərbaycan, təbii ki, burada üç türk dövləti sahilində Xəzər dənizi, Türkiyədə Van, Tuz, Cənubi Azərbaycanda Urmiya, Qırğızistanda İssıqkul, Çində Sintezyan Uyğurda, yəni Lobnor gölləri, Qazaxıstanda Balxaş və Zaysan gölləri fərqlənir. Su anbarları ilə də türk dövlətləri zəngindir. Fərat çayı üzərində Türkiyədə Keban və Atatürk, Qırğızistanda Narın çayı üzərində Toqtogul, Azərbaycanda Kür çayı üzərində Mingəçevir, Qazaxıstanda İli çayı üzərində deməli Kapçaqoy, Irtış çayı üzərində Buxtarmaz, Sırdaryada Çardara, Çuvaşda Volqa çayı üzərində Samara, Çeboksari, aşağı Kama, Xakasiyada Yenisey çayı üzərində Krasnoyarsk və Sayanşensk, Vilyoy su anbarı, Vilyoy su elektrik stansiyası isə Saxa, Yakutiya Respublikasında yerləşir. Həmçinin türk dövlətləri ərazisinin iqlim və relyef xüsusiyyətləri bir-birindən fərqləndirir üçün burada müxtəlif torpaq tiplərdə yayılmışdır. Biz tundra qileylindən tutmuş sarı torpaqlara kimi podzol, qonur, qəhvəyi, qara, boz qonur, qırmızı torpaqları misal çəkirik.
Türk Dünyası Birliği 2009-cu ildə yaradıldı, Astana samitində Qazaxıstanda və Britaniya əməkdaşlığı Ərəb Liqası modellərinə uyğun yaradılmışdır. Birliyə daxil olan ölkələr əsasən BMT-nin nizamnaməsini, ATƏT-in sənədlərini əsas götürmüşlər və bu ölkələr siyasi və iqtisadi təhlükəsizliyi, müstəqil siyasət yürütməyi, ərzaq bütövlüyünü, daha doğrusu ərazi bütövlüyünü, sərhədlərin pozulmamasını, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərini qəbul etmişlər. Türk Dünyası Birliyinin yaranmasını siyasi, iqtisadi təhlükəsizlik, beynəlxalq layihələr, sosial və mədəni baxımdan da əhəmiyyəti olduqca böyükdür. Türk dünyası haqqında ümumi bizə lazım olan əsas bilikləri kompleks şəkildə sizlərə ötürdüm. Diqqətiniz üçün təşəkkür edirəm.